Avqustun 26-sında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Doğru xəbər Azərbaycan bildirir ki, Prezident İlham Əliyevin xanımı Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-sında Bakıda doğulub. 1981-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə Profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə Seçenov adına 1-ci Moskva Tibb İnstitutunda göz xəstəlikləri ixtisası üzrə kliniki ordinatura keçib. 1990-95-ci illərdə Moskvada elmi tədqiqat göz xəstəlikləri institutunda işləyib. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda deyilir: Hörmətli Mehriban Arif qızı, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik, rifah və məsul dövləti vəzifənizdə uğurlar arzulayıram. İlham Heydəroğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva, birinci vitse-prezident Mehriban Əliyevanın ad günü ilə bağlı Instagram hesabında paylaşım edib. Paylaşımda deyilir: Hörmətli Mehriban xanım, ad gününüz mübarək. Sizə möhkəm can sağlığı, sonsuz xoşbəxtlik və dövlətimizin inkişafı naminə fəaliyyətinizdə daim uğurlar arzulayırıq.